Həqiqət çox çətin sualdır, amma cavabı da var. Budda deyirdi ki, eşidincə sakit olduğun sözdür həqiqət. Yəni tam rahat olursun, evində olursun. Eşidincə bütün narahatlıqların səni tərk edir. Tapsan artıq. Hər şeyin var. Şükranlığa oxşuyur həqiqət. Şükranlıq halı həqiqətə oxşuyur. Ona görə Allah deyir, bol-bol öyün Allahı, bəlkə nicat tapasınız. Sən şükür Allahım sənə, şükür Allahım sənə, şükür Allahım sənə deyə zikr eləsən, ola bilər ki, 10-15 dəqiqədən sonra o halı yaşayacaqsan. Ki, sənin hər şeyin var, sənin heç nəyə ehtiyacın yoxdur. Sən tapmısan hər şeyi. Sənə nə lazımdırsa sənə verilibdir. Həqiqət tapmaq bunu oxşuyur. Bunun yaşantısına oxşuyur. Sevgiyə oxşuyur həqiqəti tapmaq. Sən yoxsan, hər şey əksik. Sən varsan, hər şey tamam. Həqiqəti tapanda belə yaşantı yaranır ki, hər şey super imiş. Amma müasir insana o yaşantını yaşamağı haram ediblər. O həmişə narazı olmalıdır. Özündən də narazı olmalıdır, həyatdan da narazı olmalıdır. Hər şeydən də narazı olmalıdır və güya ki, bu narazılıq inkişafın da qəşəng bir motivatoru imiş, stimulu imiş. Adamlar unudublar ki, həqiqi inkişafın stimulu narazılıq yox, razılıqdır, şükranlıqdır. Həqiqi inkişaf eləyən adam, şükran adamdır. Allah deyir, kimin ki var, deyəsən, İncildə rast gəlmişəm, ona yenə veriləcək. Kimin ki yoxudur, olan da əlindən alınacaq. Bu şükranlıq həqiqət haqqındadır. Kim ki şükür eləyir, ona daha çox veriləcək. Çörəyi çörəkçiyə verəcəklər. Kim ki narazıdır, olmayanı da əlindən alınacaq. Olmayan. Ha, Ağır sözdür. ağır sözdür. Ona görə də elə bilirlər ki, narazılıq hissi ancaq depressiyaya gətirir. Siz nə vaxt həqiqi şükran adamı gördünüz, onun həyatını tədqiq elədiniz, anladınız ki, bu necə yaşayır. İnanırsan, şükranlıq yolu bərəkət yoludur. Cəmiyyət üçün də şükranlıq bərəkət yoludur.